Spoonful değil, Magnolia değil. Bu tam başka bir lezzet. Dondurma dadında çeyrəkli, çok lezzetli bir şirniyyat resepti paylaşıram. Ama önce annenizi ve babanızı seviyorsanız telefonunuzun bunu yapabildiğini 3 saniye içerisinde kanıtlayın. Önce beğeniye basın, ardından abone olun. İlk önce çeyrəkləri sodalı suda yuyuruq. Daha sonra videoda göstərdiyim formada uzun kəsirik. Tavaya əlavə edib yarım stəkan şəkər tozu və yarım stəkan su əlavə edirik. Şəkər tozu tam əridikdən sonra çeyrəkləri bir qaba yığırıq. Çeyrəyin suyuna bir xörək qaşığı nişasta əlavə edib yaxşıca qarışdırırıq. Azca qatılaşdıqdan sonra çeyrəkləri yenidən tavaya əlavə edib ocaqdan götürürük ki, çeyrəklər əzilməsin. Kremin daha dadlı və yüngül alınması üçün labne pendirindən istifadə edirəm. Labne pendiri ilə qaymağı mikserlə yaxşıca qarışdırırıq. Peçenyaları blenderdan keçirdib xırda toz halına gətirdik. Fərqi yoxdur. İstədiyiniz peçenyalardan istifadə edə bilərsiniz. Kremi də peçenyaların üzərinə əlavə edib, sonda hazırladığımız çeyrəkli qarışımı da şirniyyatın üzərinə qaşıq-qaşıq əlavə edib. İnanın ki, bu şirniyyat ayrı bir aləmdir. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Videom qarşınıza çıxdısa səhifəmi izləməyi unutmayın. Hələlik.